Bir ailənin 4 üzvü yatdığı yerdə yanaraq öldü. Azərbaycanda faciəvi hadisə. Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən və ikisi körpü olmaqla 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbləri məlum olub. Reportun əldə elədiyi xəbərə görə yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısa qapanmadan baş verib, gecə saatları olduğundan evdə olan şəxslərin 4'ü də yatmış olub. Yanğın söndürüldükdən sonra məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsusdur. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri 2020-ci il təvəllüdlü Osman bəy İmamsoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb. Hazırda faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.